Tələşir. Əziz dostlar, ilk növbədə sizi qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik Günü ərəfəsində biz sizinlə görüşürük. Ağalı kəndində, Dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması, belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Və bugün hər bir Azərbaycan vətəndaşı və əminəm ki, hər bir insan ümumiyyətcə görür ki, bugün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir. İlk Xalq Cümhuriyyəti yaradılanda vəziyyət fərqli idi əlbəttə. Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı müstəqilliyə qovuşdu 104 il bundan əvvəl. Ancaq birinci Respublika çox yaşaya bilmədi, süqut etdi. Cəmi 2 ilə yaxın müddət ərzində yaşamışdır. Düzdür, bir çox önəmli addımlar atılmışdır və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Ancaq eyni zamanda onu da bilməliyik ki, müstəqillik cəmi 2 il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, müstəqilliyi qoruya bilmədi və Azərbaycan xalqı azadlıqdan məhrum edildi. Bununla bərabər hamımız yaxşı bilirik ki, o vaxt Ermənistan millətçiləri xalqımıza və gənc Xalq Cümhuriyyətinə qarşı aqressiya başlamışdılar və bunun nəticəsində Azərbaycan xalqı böyük əzablar yaşamışdır. Onu da artıq nəinki Azərbaycanda, dünyada bilirlər ki, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhəri olan İrəvanı Ermənistana təhvil verdi və bu bağışlanmaz bir cinayət idi və beləliklə bizim qədim diyarımız bizdən ayrı düşdü. Amma Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra, bir neçə aydan sonra Zəngəzur da bizim əlimizdən alındı. Bu tarixi də hər kəs bilməlidir. 20-ci ilin noyabrında Sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız olan Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Və bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır. Və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Müasir Azərbaycan müstəqilliyə qovuşandan sonra da vəziyyət təxminən eyni idi. Çünki 2 il ərzində 91-ci ilin oktyabrından 93-cü ilə qədər Ermənistan Azərbaycana qarşı növbəti təcavüz etmişdir və müstəqillik elan olunandan 4 ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımı törətmişdir. Ondan 3 ay keçəndən sonra Şuşa işğal olundu, Laçın işğal olundu və 93-cü ilin aprelində Kəlbəcər işğal olundu və beləliklə Ermənistanla Qarabağ arasında canlı bağlantı yaradıldı. Biz 93-cü ildə də
eyni vəziyyətlə üzləşə bilərdik. Yəni müstəqilliyimiz faktiki olaraq böyük təhlükə altındaydı. Sözdə var idi, amma de facto yox idi. Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi. Və müstəqillik, əsl müstəqillik məhz odur. Müstəqil siyasət apara bilirsən, yoxsa yox. Əks təqdirdə bu sadəcə olaraq şərti xarakter daşıyır. Və 93-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Və bugün burada olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Nə 20-ci əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdir. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Torpaqları o vaxtki hakimiyyət qoruya bilmədi. Ancaq bugün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində biz 2-ci Qarabağ müharibəsində qələbə qazandıq, tarixi qələbə qazandıq. Bunun nəticəsində düşməni diz çöktürdük və bunun nəticəsində bugün biz buradayıq. Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqillik, heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır və Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir. Biz iqtisadi cəhətdən müstəqilik, bugün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik. Öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Və məhz iqtisadi müstəqillik nəticəsində bugün bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz eləmişik, öz gücümüzlə. Və bütün digər azad edilmiş torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır. Və siyasi və iqtisadi müstəqillik imkan verdi ki, biz bildiyimiz kimi öz həyatımızı quraq. Azərbaycan xalqının qədim ənənələri, dəyərləri əsasında dövlət quraq və bu dövlətdə rahat yaşayaq. Və bugün dünyada gedən proseslər hər birimizin gözünün önündədir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır, deyə bilərəm ki, adasıdır. Və bunu artıq bütün dünya görür və bilir. Və əlbəttə biz müstəqil olmasaydıq, yəni sözün əsl mənasında müstəqil olmasaydıq, biz erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən hansı amillər olub? Əlbəttə ki, xarici amillər. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Biz bu xarici amilləri nəzərə almalıyıq əlbəttə, amma eyni zamanda bu bizi dayandıra bilməzdi. Və müharibənin ilk günlərindən son gününə qədər mən demişdim ki, heç kim və heç nə bizi dayandıra bilməz. Ancaq Ermənistan rəhbərliyi bizə tarix verməlidir. Nə vaxt bizim torpağımızdan rədd olur, onda biz dayanmağa hazırıq və sözümüzə də əməl etdik. Ona görə əgər müstəqil siyasət aparmasaydıq, ola bilər ki, bu xarici amillər, Ermənistanın xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi bizi bu işdən çəkindirə bilərdi.
ancaq çəkindirmədi. Çünki güclü iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində əlbəttə ki, həmrəylik, milli qürur, ləyaqət və gücdür. Bugün güc amili ön plandadır. Mən bu haqda hələ 10 il bundan əvvəl demişdim. Mənim çıxışlarım hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu eləmişəm. Və bundan sonra da güc faktoru, güc amili dünyada hakim olacaq. Bunu indi yaxın tarixdə göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Və bugün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında ən sürətlə inkişaf edən bu ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələri yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra da heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bir çoxları buna həsəd apara bilər. Heç kim bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur. Və mən prezident kimi hər dəfə bu cəhdləri dəf edəndə xalqa arxalanıram və dövlətimizin gücünə arxalanıram. O cümlədən hərbi və iqtisadi və siyasi gücünə. Və 44 günlük vətən müharibəsi həm xalqımızın gücünü göstərdi, həm mənəvi keyfiyyətlərini göstərdi. Biz dinc əhaliyə qarşı müharibə aparmamışdıq. Ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmamışıq. Ermənilərdən fərqli olaraq biz şəhər-kəndləri yerlə yeksan etməmişdik. Ermənistandan fərqli olaraq biz Azərbaycanlıyıq, bu bizə yaraşmaz. Bizim təfəkkürümüz, bizim adət-ənənələrimiz və dədə-babalardan qalan miras bunu qoymaz. Və bütün dünya bunu gördü ki, Azərbaycanlılar necə məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə vuruşdular. Öz vəzifə borcunu yerinə yetirdilər və Qarabağ münaqişəsinin müharibədən sonra siyasi yollarla həll etdilər. Və biz bu məsələni həll etmişik. Bunu Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. O ki, qaldı Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur. Və son Brüssel görüşü bunu bir də göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də xay-xaray qaldırıblar. Və necə deyərlər, başlarını divara vururlar. Amma bu reallıqdır. Və onlar bu reallıqla barışmağa məcburdular. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Minsk qrupu öz fəaliyyətini başa vurub. Minsk qrupu ilə bağlı mən öz fikirlərimi demişdim. Təkrar eləməyə ehtiyac yoxdur. Və indi post münaqişə dövrü. Biz bu dövrdə yaşayırıq və post münaqişə dövründə də biz gündəlik diktə edirik. Və müharibədən keçən il yarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq. Nəyi demişəmsə buna biz nail olmuşuq ya da ki nail oluruq. Birinci, bütün dünya aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu çox vacib idi, çünki başqa cürə də ola bilərdi. Bu bizim çox böyük siyasi uğurumuzdur. İkinci məsələ, bizim gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Mən demişəm ki, biz Ermənistanla
sərhədləri müəyyən etməliyik. Ermənistan bundan imtina eləyirdi. İl yarım imtina eləyirdi. Amma nəticə nə oldu? 24 may tarixində komissiyaların birinci görüşü keçirildi Azərbaycan-Ermənistan sərhədində. Bunun çox böyük mənası var. Həm o nöqtə nəzərdən ki, biz bu sərhədləri müəyyən edəcəyik və bu çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt etmişlər. Digər tərəfdən bu avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən irəli sürülən Azərbaycana qarşı ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaq arası Dağlıq Qarabağ statusundan söhbət gedə bilər? Qarabağ zonası var, Qarabağ diyarı var, bu Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var idi. Digər məsələ, biz demişdik ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi qarşılıqlı sürətdə ölkələrin ərazi bütövlüyünün tanınması deməkdir. Amma nəticə etibarilə buna da biz nail olduq və artıq Azərbaycan öz işçi qrupu müəyyən edib. Digər məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Buna da Ermənistan hər zaman maneçilik törətməyə çalışırdı. Amma yenə də baxın Brüssel görüşünün rəsmi açıqlamasına artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni buna da biz nail oluruq və mən demişdim ki, nail olacaq. Yəni biz gündəlik diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibə nəticələrinin hesabına. Çünki biz qalib dövlətik. Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Və gedən Azərbaycan-Ermənistan təmasları əsnasında bu amil əlbəttə ki, ön plandadır. Digər səbəb nədir? Bizim gücümüz. Ermənistan xarici dəstək olmadan ayaqda dura bilməz. Bunu onlar da yaxşı bilirlər, biz də. Amma biz müharibəni bütün təzyiqlərə, hədə qorxulara rəğmən elə aparmışıq və istədiyimizə nail olmuşuq. Öldü var, döndü yoxdur demişik, buna əməl eləmişik və qalib xalq kimi indi yaşayırıq. Üzümüz ağ, alnımız açıq. Və əlbəttə bugün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər biz heç bir qeyri-real tələb də irəli sürmürük. Biz deyirik ki, bizim ərazi bütövlüyümüzü tanıyın, sərhədləri gəlin müəyyən eləyək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. Biz bunu deyirik. Və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmə prinsipi də böyük önəm daşıyır. Və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nəsə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki, qaldı ermənilərin Azərbaycanda yaşamasına, istər Qarabağ bölgəsində, istər başqa yerlərdə, burada heç bir problem yoxdur. Azərbaycan çox millətli, çox konfessiyalı bir ölkədir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi
imtiyazdan söhbət gedə bilməz. Bir də ki, dünyada, Avropada təcrübə var. Avropada indi müxtəlif konvensiyalar var. Həm Avropa Şurası ölkələri bu konvensiyalara qoşulublar, həm Avropa İttifaqı ölkələri çərçivəsində qaydalar var və deməli rəsmi sənədlər var. Orada hər şey göstərilib və biz bu ümumbəşəri trend, yəni meyil deməli məcrasında gedirik. Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə, bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki. Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var, hər kəs açsın, baxsın kitablara, ensiklopediyalara. Nə vaxt Qərbi Zəngəzur bizdən ayrıldı, Ermənistana verildi? Noyabr 1920-ci il. O ki, qaldı ermənilərin Azərbaycanda yaşamasına. Bu tarixi də hər kəs yaxşı bilir. Rus-İran müharibəsindən sonra 19-cu əsrin əvvəllərində kütləvi sürətdə İrandan və Şərqi Anadoludan ermənilər köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bunu biz hamımız yaxşı bilirik. Və o ki, qaldı Dağlı Qarabağ Muxtar Vilayətinin yaradılmasına 1923-cü ildə. Onun da heç bir əsası yox idi. Bu qanunsuz bir addım idi. Sadəcə olaraq bir saat bombasını Azərbaycanın canına salmaq və istənilən anonu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı. Heç bir əsası yox idi, orada hansısa bir muxtar vilayət yaradılsın, özü də Şuşanı da salmışdılar onun içinə. Ona görə mən nə üçün bunu deyirəm? Çünki Ermənistanda faşistlər hələ, necə deyirlər, baş qaldırmağa cəhd göstərirlər və onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar, müharibənin nəticələri başqa ola bilərdi. Qətiyyən yox. Onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nəsə əldə edə bilərlər. Qətiyyən yox. Əksinə, əgər onlar istəmirlər ki, onların başı bir də əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbrlə bu mənzərəni izləyirik, amma hər an Ermənistan faşistləri də bilsinlər. Bizə hürməyə çalışan faşistlər. Hər an onların dərsini verməyə bir daha hazırıq. Necə ki, 2-ci Qarabağ müharibəsi zamanı. İndi kimdir Ermənistanda meydan sulayan? 2-ci Qarabağ müharibəsi zamanı Qarabağdan Dovşan kimi qaçan Sarkisyan-Kaçeryan cütlüyü. Onlar əgər belə qəhrəman idilərsə, niyə qaçmışdılar? Oturaydılar, vuruşaydılar. Hər ikisi Xankəndində idi. O cümlədən onların keçmiş müdafiə naziri. İndi bizi hədələməyə çalışırlar. Niyə qaçmışsınız Dovşan kimi? Ona görə bunu unutmasınlar. Və bizim gücümüzü hər an görüb buna adekvat addım atsınlar. Biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Və bugün gözəl Zəngilan torpağında həyat qururuq. Və həyat qayıdır Zəngilana, başqa yerlərə, Şuşaya. Və siz yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. 6 və 4 zolaqlı avtomobil yolu. Hava limanı Zəngilanda tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Dünən Zəngilan şəhərinin baş planı ilə mən tanış oldum və hesab edirəm ki, ən gözəl variant seçdik. Bu sahədə beynəlxalq təcrübəsi olan şirkət baş planını təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri elə bir ki, park şəhərinə çevrilməlidir.
Yəni Zəngilanın təbiəti o qədər gözəldir ki, təbiətə biz bir zərrə ziyan vurmamalıyıq. Əksinə, təbiəti daha da zənginləşdirməliyik. Xüsusilə nəzərə alsaq ki, ermənilər Bəsiçay təbii qoruğunu da məhv etmişlər. O məşhur palıd ağaçlarını da kəsmişdilər. Oqçuçayı da zəhərləmişdilər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərkən heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünəndən sonra baş planı təsdiq olunandan sonra inşası başlayacaq. Və əlbəttə ki, bunu artıq bilməyən yoxdur. Birinci layihə, pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndi. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb, Ağıllı kənd. Və bu kəndlə tanış olarkən bugün mən bilirsiniz dəfələrlə burada olmuşam. Görürəm ki, doğrudan da böyük, necə deyərlər, mütərəqqi bir addım atmışıq. Və bilirəm ki, kənddə yaşayan Ağalı kənd sakinlərinin sayı, ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən 2 mərtəbəli, 3 mərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər, asan, dost, kiçik, orta biznesə dəstək, hər şey burada var. Və burada qalıb ki, insanlar 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, rahat yaşasınlar və müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Və bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda indi baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcəkdir. Mən sizi bu tarixi hadisə münasibəti ilə təbrik edirəm. Sizə can sağlığı, xoşbəxtlik arzulayıram. Cənab Prezident, biz çox qürur hissi duyuruq ki, həqiqətən də bugünkü gün mən bir Ağalı kənd sakini kimi bir tarixə, mənim öz həyatımda tarixə yazılası bir gündür. Çünki mən sizinlə bir masada əyləşib, yəni mənim həyatımda bu tariximə yazılan bir gündür. Bu mənə nəsib olduğu üçün mən sizə öz minnətdarlığımı bildirirəm. Dərin təşəkkürümü bildirirəm ki, siz bugünkü gündə bu cüra nailiyyətlərə qərq olan bir prezident kimi gəlib bizə vaxt tapdınız, gəldiniz, bizlə görüşdünüz, bizə bir qürur verici bir haldır. Yəni mən bunu böyük dəyərləndirirəm. Çünki biz həmişə bu 28 il müddətində, yəni mən özüm şəxsən özümdən danışıram, bizim valideynlərimizin qəbirləri ziyarət eləyə bilmirdik. Biz gecə-gündüz onu yuxuda görürdük. Mən kəndimizdə bir daş var idi, həmişə onu yuxuda görürdüm. Öz taytuşlarıma da danışırdım ki, yəni belə bir yuxu görürdüm. O daşı həmişə gedib görmək istəyirdim. Öz həyətimizə gedə bilmirdim. Amma siz onu bizə bəxş elədiniz. Sizə dərin təşəkkürümüzü bildiririk. Allah sizi var eləsin həmişə, bizim üstümüzdən əksik eləməsin. Biz də bu Ağalı kənd sakinləri olaraq həmişə sizin siyasətinizin dalıncan gedən, belə dəstəkləyən, bu quruculuq işlərinizin ətraflı belə öz zəhmətimizlə onu bir təkmilləşdirmək, bizim orada nə isə artırmaq imkanımız varsa canla başla ona həmişə köməklik göstərəcəyik. Çox sağ olun, çox var olun. Allah sizi əksik eləməsin bizim Azərbaycan xalqının. Çox sağ olun, çox sağ olun. Cənab Prezident, sizi qədim Zəngəzur diyarının ən gözəl güşələrindən biri olan gözəl Zəngilanımızda sizi salamlayırıq. Cənab Prezident, artıq bir ilə yaxındır ki, bu Ağalı kəndinin təməlini qoymuşsunuz. Artıq bu günlər Ağalı kəndimiz çox gözəl
şəkildə tikilib, qurulub, yaradılıb sizin sayənizdə. Sizə öz dərin təşəkkürümü bildirirəm. Sizə can sağlığı arzulayıram ki, belə ağalı cəmaatı üçün bu gözəl şəraiti yaratmısınız. Sizi əmin edirəm ki, bizim ağalı sakinləri səbirsizliklə bu günü gözləyir ki, tezliklə bu kəndə köçüb yaşasınlar. Çox sağ olun. Sağ olun. Hörmətli Ali Baş Komandan, dəyərli vitse-prezidentimiz Mehriban xanım, sizləri əzəli torpağımızda, Zəngilanda salamlamaq mənim üçün qürur verici hadisədir. Bugün mənim Zəngilana ilk səfərim deyil, 3-cü səfərimdir. İlk səfərimiz sizlə təməl qoyma mərasimində olmuşdu. Az müddət ərzində Zəngilanda həqiqətən dirçəlişi görmək həqiqətən bizə qürur verir. Az müddətdə xeyli dəyişiklik olmuşdu. Eyni zamanda biz hər zaman Azərbaycan xalqı olaraq, Zəngilan sakinləri olaraq sizin siyasətinizi dəstəkləyir, bir yumruq altında hər zaman sizlə birləşirik. Bugün Zəngilanın Ağıllı kəndin təməlinin qoyulması və Ağıllı kəndin ərsəyə gəlməsi təkcə Azərbaycan Respublikasında ilk deyil, eyni zamanda MDB ölkələrində də ilkdir ki, biz bununla bütün dünyaya sübut elədik ki, biz yoxdan var yaratmışıq. Yəni az müddətdə biz xeyli dirçəliş eləmişik. Şəxsən mən Zəngilan rayonunun ən gənc sakini, həm də hüquqşünas olaraq canla başla gəlib burada məskunlaşıb xalqıma xidmət eləmək arzulayıram. İnşallah o günləri də səbirsizliklə gözləyirəm. Çünki mən bilirəm ki, burada həm gənclər üçün, həm yaşlı sakinlər üçün xeyli iş yerləri var və mən də öz hüquqşünas ixtisasıma uyğun olaraq işlə təmin olunacağımdan və xalqıma vicdanla xidmət edəcəyimdən əminəm. Bir daha sizlərə təşəkkür edirəm. Allah sizləri var edəsin. Biz hər zaman sizinləyik. Sağ olun. Mən çox şadam ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Mən bunu alqışlayıram və 2-ci Qarabağ müharibəsi başa çatandan sonra mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər arasında bir sorğu keçirilsin. Kim qayıtmaq istəyir, kim qayıtmaq istəmir. Çünki bilirsiniz, həyat elə şeydir ki, hər şey ola bilər. 30 il, 27 il Zəngilan, məsələn, 27 il işğal altındaydı. Digər şəhər rayonlarımız da bir qədər çox, bir qədər az. Böyük bir zaman kəsiydi. Və elə insanlar var ki, artıq onlar həyat qurublar, haradasa indi işləyirlər, həyatdan da razıdırlar və heç yerə getmək istəmirlər. Şəhərdə yaşayırlar, Bakıda, Sumqayıtda. İndi böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq da o qədər də asan məsələ deyil. Bunu hər kəs anlamalıdır. Və nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır. Və biz elə şərait yaratmalıyıq ki, hər kəs istəsin, qayıtsın. Ona görə dedim ki, sorğu keçirək və baxaq özümüz üçün. Çünki biz böyük indi işlərə start veririk. Yaşayış evləri, məktəblər, xəstəxanalar, bütün bunlar hesablanmalıdır, nə qədər adam yaşayacaq. Çünki böyük məsrəfdir. Və məlumat mənə verildi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyirlər. Bu məni çox sevindirdi, mən belə də təxmin edirdim və bir də göstərdi ki, nə qədər xalqımız öz ulu babalarının yurduna bağlıdır. Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. 3000-ə yaxın şəhərlərimizin xatirəsi əbədi bizim qəlbimizdə olacaq. Allah bütün şəhərlərimizə rəhmət eləsin. Və ancaq insanların qayıdışı üçün şərait olmalıdır. Birinci layihəni biz icra etdik, bunu təqdim etdik. Həm ağalı kənd sakinlərinə, həm bütün Azərbaycana və bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, orada işlər aparılacaq ilk növbədə. Ondan sonra insanlar qayıtdıqca əlbəttə ki, bütün qalan yerləri də biz bərpa edəcəyik. Əlbəttə, ilk növbədə böyük şəhərlərin baş planları təsdiq edilməli idi. Məsəl üçün, Ağdam, Füzuli, Şuşa və dünən Zəngilan şəhərlərinin baş planları
təsdiqləndi və işlər artıq başlamışdır. Məsəl üçün Ağdamda indi yaşayış binaları inşa edilir. Füzulidə də hazırlıq işləri gedir. İndi Zəngilanda gedəcək. Yəni bu böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına eləyirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə yaxud da ki, bir hədiyyə almamışıq. Öz gücümüzə arxalanırıq. Necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik. Və bu ildə investisiya proqramı təsdiq olunub və investisiya proqramına əlavələr də ediləcək. Mən bunu bugün bəyan etmək istəyirəm. Dövlət büdcəsinə biz əlavələr etməliyik. Çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin ki, yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Və mən demişəm, nə qədər iqtisadiyyatımız güclü inkişaf edərsə, o qədər tez biz bütün azad edilmiş əraziləri bərpa edəcəyik. Ancaq hər kəs bilməlidir ki, bu asan məsələ deyil. Azad edilmiş ərazilərin deməli, miqyası 4 Lüksemburg ölkəsinin miqyasına bərabərdir. 1 Livan ölkəsinə bərabərdir. Yəni, təsəvvür üçün nə qədər böyük iş nəzərdə tutulur və onu da hamımız bilməliyik ki, mina təmizləmə işi hələ də davam edir və burada əlbəttə ki, minalardan hər şey, bütün ərazilər təmizlənib, ancaq burada yaşayacaq insanlar da bunu nəzərə almalıdırlar və ancaq təmizlənmiş, yəni minalardan təmizlənmiş ərazilərə buradan gedə bilərlər. Çünki bu təhlükə hələ də var. Ermənilər həm işğal zamanı, həm də ki, müharibədən sonra onlara ki, vaxt verildi torpağımızdan çıxmağa. O vaxtda onlar yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar bastırmışdılar. Bugün isə Müstəqillik günü ərəfəsində biz görüşürük və onu da deməliyim ki, keçən il Müstəqillik günündə mən Ağdam şəhərində idim. Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin baş planını təsdiqlədim və bu ildə planlaşdırırdım Müstəqillik günündə burada olum. Ancaq bildiyiniz kimi sabah qardaş ölkənin prezidenti, Türkiyə prezidenti Azərbaycana gələcək və biz Müstəqillik gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün qabaq gəldim, amma yenə də Müstəqillik günü ərəfəsində, çünki bunun böyük rəmzi mənası var. Budur müstəqillik, budur azadlıq. Xalqımız 30 il artıq azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı qələbəmiz, bax, bunun təməlindədir. Bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir. Qoruyuruq və əbədi qoruyacağıq. Və bugün böyük qayıdış dediyimiz prosesə start verildi. Böyük qayıdışın birinci kiçik addımı bax bugün qoyulur. Təbrik edirəm sizi.